Böyük ehtimalla şərtlər diktə olunacaq. Amma mümkündür ki, hansısa yumşaq nələrsə olsun. Amma bildiyim qədər Rusiya bütün o kritik məqamlarda şərtlərdən geri çəkilmir. Rusiyanın da şərtləri danışıqların aparılmasına imkan verir, amma atəşkəsə və sülhə imkan vermir. Sanki bu qeyri-müəyyənlik Rusiyanın indi diplomatiyasında əsas aparıcı xəttidir. Ukrayna tərəfi daha yəqinlik, müəyyənlik istəyir, atəşkəs istəyir, atəşkəs şəraitində danışıqların aparılmasını istəyir, müharibənin dayandırılmasını istəyir. Ən azı belə görsənir. Amma tərəflərin ikisi də məncə bir formada savaşın davam etməsində israrlıdır. Biz bunu Ukrayna tərəfində əməllərində görürük, Rusiya tərəfində əməllərində görürük. Yəni, düzdür, Rusiyanın son kütləvi dron hücumu, raketlərdən istifadə, Ukraynanın bir çox şəhərlərin hədəf alınması. Açığı bütün bunlar hamısı sanki o böyük projenin tərkib hissələridir. Yəni Rusiya hətta indi Sumi vilayətində artıq başlanıbdır. Yəni yeri gəlmişkən bu Kursk səfərində də belə onlar bildirdilər ki, bu Sumi ilə bağlı Rus hətta səhv etmirəmsə orada bir belə bir deyim də olub ki, bu Kursk vilayəti sanki yarımadadır. Gərək Sumunu alsınlar ki, orada tamamlansın, bütövləsin və s. Yəni bax, anlaşılan odur ki, Rusiya davam edəcək, hücumlarını davam etdirəcək, amma bu hücumları davam etdirdiyi müddətdə, sürədə daha sərt təpkinin olmasına, xüsusilə sanksiyalarla bağlı və Amerikanın qoşulduğu sanksiyalarla üzləşmək istəmir. Ona görə də diplomatiya masası açıqdır, görüş açıqdır və onlar da qeyd edirlər ki, biz İstanbul masası yəni qapanmayıbdır, bu danışıqları davam etdirməyə hazırıq. Amma eyni zamanda elə şərtlər də var ki, o şərtlər Ukrayna tərəfindən məqbul deyil. Amma eyni zamanda Ukrayna tərəfi də danışıqlara açıq olduqlarını, bu mütləq bir formada diplomatiya müstəvisində, masasında onların da var olduqlarını deyirlər. Avropada da bu barədə fikirlər var. Yeri gəlmişək bu günlərdə Erdoğanın da fikri səsləndirilirdi ki, bu müharibənin bitməsinə biz hazırlaşmalıyıq və s. Amma bütün bunlar hamısı məncə müharibənin, savaşının dayandırılmasının siqnalları deyil. Bu siqnalları bir tərəfdən qərar verib dayandıracaq. Amma mənim ehtimalıma görə savaş davam edəcək.